Salam, bugün 12 iyul 2025-ci il. Qarşınızda axalaziya xəstəliyinə görə əməliyyat edildiyimiz Kəmalə xanımdır. Biz bir ay yarım bundan öncə Heller miyotomiyası dor fundifikasiyası eləmişik, Heller dor əməliyyatı deyirik. Axalaziya xəstələri üçün bu əməliyyat qızıl standart sayılır və qida keçiriciliğini təmin edir kifayət qədər və göstəriciləri digər endoskopik poyam əməliyyatından qat-qat üstündür. Və xəstəmizin nəticələrini öyrənmək üçün bugün Kəmalə xanım qarşımızdadır. Hansı problemləri var, problemsiz olmur, xəstələr dərhal sağalmırlar. Bir müddət sonra, yavaş-yavaş bu əməliyyatdan sonraki dövrə öyrəşməyə başlayırlar. Amma qida keçiriciliyi dərhal təmin olunur, əməliyyatdan sonra xəstələr klinik olaraq sağlam olurlar. Kəmalə xanım, siz özünüz danışın, əməliyyatdan sonra necə keçdi, yəni nələr dəyişdi, əməliyyata qədər sizin şikayətləriniz nə idi, sonra nə oldu? Deməli, əvvəllər çətinlik çəkirdim yemək yeməkdə. Demək olar ki, axır zamanlar yemək yeyə bilmirdim. Hal-hazırda əməliyyatda çəki itirmişdim. 78 kilodan 58 kiloya gəlmişdim. Hansı qidalar keçirdi, hansı qidalar keçmirdi? Demək olar, axır zamanlar su belə keçmirdi. Su belə keçmirdi. Su belə keçmirdi. Görürsünüz, su belə keçmirdi sözü bizdə paradoksal disfagiya deməkdir. Yəni ki, xəstələrdə əslində su keçməlidir, su ilişə bilməz. Amma həqiqətən elə olur. Ona paradoksal disfagiya deyirik. Buyurun. Hal-hazırda əməliyyatdan sonra normal qayıtmışam əvvəlki qidalanmama. Normal qidalanıram, bəli. Yəni ilişmə hiss eləmirsiniz. Xeyr. Bizim əsas işimiz budur. Amma axalaziyadan sonraki dövrdə bəzi suallar ortaya çıxmalıdır və o sualları biz yavaş-yavaş xəstələrə öyrətməliyik. İndi hər hansı suallarınız varsa deyin. Nə suallardır, nə çətinlikləriniz var, nəyi deyərdiniz ki, həkimlə bir bunu məsləhətləşərdiniz, deyə bilərsiniz, narahat olmayın. O qorxu hissi elə bir qalıb da, yemək yeyən kimi fikirləşirəm, görəsən yenə əvvəlki qayıdacağam, əvvəlki zamanlara, yemək keçməz birdən. Tamamilə doğru. Belə bir hissi yaşayıram da, yəni. Bu onu göstərir ki, bir daha stressə bağlı olan bir xəstəlikdir və ondan sonra da stres üzərinə gəlir. Və qida keçməməzliyi stresini yaşayırlar xəstələr əməliyyatdan sonraki dövrdə. Biz bu barədə yerdə əlavə söhbətlərimizi edəcəyik. Sonra reflü əlamətləri olurmu? Qidanın geri qayıtması olurmu? Qida qayıtması deməzdim. Reflü kimi əvvəl 1-2 dəfə oldu. Siz sonra dərman demişdiniz, onu qəbul elədim. Bunu nəyə görə deyirik? Ona qarşı. Bəli, poyam əməliyyatlarında bu xəstələrdə yəni antireflü mexanizmi düzəldilmədiyi üçün geri qayıtmalar olur. Bizdə isə o antireflü mexanizmi hissəvi düzəldir. Tam düzəltmək olmaz, çünki axalaziya oxşar əlamətlər əmələ gələ bilər. Və bu da xəstələrdə xeyli reflü əlamətlərin qarşısını alır. Amma onun artırmaması üçün xəstələr düzgün qidalanmalıdırlar. Gündə 5-8 dəfə qidalanmalı, amma porsiyanı artırmamaq şərti ilə xüsusi porsiyalarla və yeməkdən sonra biraz oranı yumalısınız da dedik, öyrətdik mi sizə? Suyla. Nə qədər su içirsiniz yeməkdən sonra? 30 ml, 50 ml su içə bilər. Çox yox. Yeməklə suyu yanaşı qoymursunuz. Sadəcə orada bir şeylər qalmasın. Biraz keçdikdən sonra. Bəli, biraz keçdikdən sonra. Demək, axalaziya xəstələri əslində qida borusunun paralelçidir bu xəstələrdə. Yəni qida borusunun peristatikası yoxdur. Biz əməliyyat edəndə mahiyyət etibarilə qida borusunun aşağı üçdə birində spastik sıxılmış yeri açırıq və o açdığımız yeri də mədə ilə yamayaraq antireflü mexanizmi düzəldir. Demək, bu xəstələr əməliyyatdan sonra rentgendə baxsaq, görəcək ki, yenə də qida borusu aperistatikdir, yəni peristaltikası yoxdur. Nə etmək lazımdır? Bu xəstələr ona uyğun tələsmədən qidalanmalıdırlar. Bir neçə dəfə qidalanmalıdırlar və qida borusunda bir şeylər qalmasın deyə 3-4 qurtum su içməlidirlər. Bitdi. Ondan sonra qidalar arasındakı müddətdə yemək olmaz. Daha doğrusu qida borusunu incitməmək üçün bunu edirik. Bu davranışlara əməl edirsiniz? Bəli. Xeyrini görürsünüz? Bəli. Danışın, əlavə deyəcək nə sözünüz var deyin. Yəni problemləri deyin. Əsas odur ki, bu bir ay yarımda nə problemlər var, onu da həll edək. Əsas odur ki, yemək yeyə bilirəm. Çox sağ olun. Bir sayınızda, Allah köməyiniz olsun. Bir problem görmürük. Hələ ki yox, yaxşıyam, şükür Allaha. Bundan sonra da yaxşı olacaqsınız. Baxın, biz sizi psixoloqa özümüz göndərmədik. Çünki siz özünüz intellektual, savadlı bir insansınız. Qorxmayın, artıq o stres geridə qaldı. Həyatı boyu bu bir daha tutulmaz. Oldu mu? O qorxu sizdən getməlidir. Stres yaşamayın, qorxmayın ona görə.
Normal qidalanmaya keçəcəksiniz bu günləri. Artıq blenderlərdə kənara qoyacaqsınız. Blenderlənməmiş supları sadəcə tələsmədən bir yeməyi biz 20 dəqiqə yeyirsiniz, siz 40 dəqiqə yeyin. Tələsmədən çiynəyərək oturaraq qidanızı qəbul edəcəksiniz. Oldu? Çox sağ olun. Siz sağ olun. Gəldiyiniz üçün təşəkkür edirəm. Sizə təşəkkür edirəm. Növbəti xəstələrinizi də nəticələrini sizdən görüşəcəyik. Sağ olun. İçməsəydim buradan belə. Axır son zamanlar su belə içə bilmirdi də, yəni o dərəcədə gecikdirir. Axırda suyu da suyla içdim. Çay içirdim, çayı da yerə qoydum, qaçırdım su içirdim. Su içirdim. Məndə də. Doktor sağ olsun, indi yaxşı. Siz tez gəlmisiniz də, erkən gəlmisiniz, yaxşıdır. Məndə də çoxdan var, bizə həkim tapırdım. Həkim tapırdım. Bizdə də Kimə sual verdim, dedilər, burada elə bir həkim yoxdur. bizdə də o həmin stat bizdə də. Ancaq Türkiyədə də nevrozsan, sinirdir, ancaq elə deyil. Amma mənə deyən kimi xanım öz diaqnozunu, mən sırası həkimi tapdım. Ən birinci mən tapdım onu. Google-a yazan kimi həkim gəldi. Mən ən birinci mən dedim ki, Aslan doktor var. Yəni ora git, Türkiyəyə ehtiyac yoxdur. Sonra başqa bir nəfərdən də, başqa bir adamdan yenə də gəldilər Aslan doktoru, yəni koordinat vurdu yenə də ora. 20 kilo çəki verdi, 20 kilo arıqladı. Gec gəldi, gec gəldi. Məndə arıqlamaq üçün mən yeyə bilmirdim. Mən də əməliyyatdan sonra arıqlamışam. Yemək yeyə bilirdim. Yedim, yox, yedim ancaq suyla. Həmin yemirdim. Biraz yedim, suyu içirdim, oraya yemək. Keçən il elə idi. 1 il bunda, 2 il durumunda var. Axırlardır Özü yedim. gec gəldi, gecikdirdi. Tası yenə şükür. Allah sizə can sağlığı versin. İndi yeyirsiniz. İnşallah. İndi hələ bilyonca yemək yemək. Keçir də, mən su keçmirdi belə. Neçə gün olmuşsunuz, neçə vaxtdır? Ayın 30 olmuş. 30-u, nədir bəyəm? 4 gün. Suyu rahat içirəm, sayırım. Mənim kimi mən də elə. Heç su O içmirdim. sizin psixoloji durumunuzu rahatlayır. Siz misal üçün bir-birinizlə söhbət edib qorxuram. Görürsən? Hamı demir, hamı da keçib gedir. Qorxmamaq lazımdır. Yoxdur, mən həkimi çoxdan tapsaydım, çoxdan gələrdim. Gec tapdıq, yaxşı. Şükür olsun. Təbrik edirəm, çox gözəl. Çox gözəl. Biz sizinlə söhbət edib bunların vaxtını almayaq. Yaxşı. Sağ olun. Allah razı olsun. Çox sağ olun, bizi də seçdiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Sağ olun. Sizlə tanış olmaqdan da. Biz də